Salam, hər birinizi xoş gördük. Bugün mən OTK sınavının imtahan cavablarını izah etməyə çalışacağım. Ayın 19-unda olan. Xatırladım ki, sırf qəbul tipli sınav təşkil olunubdu OTK-da. Birinci başlayırıq ilk sualdan. Azərbaycan 1-ci Respublikadan fərqli olaraq 3-cü Respublika, yəni AXC dövründən fərqli olaraq bugünkü Respublikaya aid olan məqamlar. Bir də xatırladım ki, 3 respublika olub Azərbaycan dövründə, AXC dövrü, daha sonra Sovet dövrü, yəni 20-91-ci illəri əhatə edən, 91-dən bugünə qədər isə 3-cü respublika dövrü. Milli pul nişanlarının dövrəyə buraxılması 1-ci və 3-cü respublika üçün ortaq cəhət olduğuna görə ixtisar olunacaq. Türkiyə Respublikası ilə iqtisadi sahədə sazişlər bu sırf 3-cü respublika dövrünə aiddir. Yəni bilirəm, deyəcəksiniz Batum müqaviləsi, amma Batum müqaviləsi iqtisadi müqavilə hesab edilmir, hərbi müqavilə hesab olunurdu, hərbi ittifaq müqaviləsi idi. İkini götürdük. Neftin dünya bazarına ixracını təmin etmək üçün Bakı-Batum neft kəmərinin bərpası işi başa çatdırılacaq sənayeləşdirmə dövründə, yəni 2-ci respublika dövrünə aiddir, ixtisar olunur. Daha sonra beynəlxalq təşkilatlara üzvlük bu yalnız bizim 3-cü respublika dövrünə aid idi ki, bir çox beynəlxalq təşkilatlara üzv olmuşduq. Yəni doğru cavab olacaq 2, 4 və bir də qazın dünya bazarından nəqli və satışına dair konferansların keçirilməsi, boru kəmərlərinin çəkilməsi cavab olacaq C variantı. Oxşar cəhət seçirik. 1-ci Dünya müharibəsi illərində Cənubi və Şimali Azərbaycan milli hökumətin yaradılması bu sırf bizə aid idi 1918-ci ilin mayın 28-də. Çünki artıq Cənubi Azərbaycanda Xiyabani rəhbərliyi ilə milli hökumət yarananda artıq 1-ci Dünya müharibəsi başa çatmışdı. Muxtariyyət verilməsi tələblərinin irəli sürülməsi, bəli, bu dünya müharibəsi illərində həm Cənubi, həm də Şimali Azərbaycana aid ortaq cəhətdir. 2-ni götürürük. İlk seçkili idarəetmə orqanı baxırıq Cənubi Azərbaycanda 1905-11-ci illərə aid olan məşrutə inqilabı dövrünə aid idi, ixtisar olunacaq. Müsəlmanlara qarşı soyqırımın törədilməsi, bəli, götürəcəyik. Urmi bəlası Cənubi Azərbaycanda 18-ci il martın 21-də və bir də Bakıda 10 gün sonra mart soyqırımı 31 martda olmuşdu. Doğru cavab olacaq muxtariyyət tələbləri və bir də 4 C variantı. Daha sonra gələcək növbəti sual Azərbaycan SSR-də 20-ci illərin ikinci yarısından başlayaraq həyata keçirilən tədbirlər və onların nəticələrindən söhbət gedir. Deyir ki, bütün bəhs edilən prosesin gedişatında siyasi sahədə baş vermiş dəyişikliklər mütləq imtahanda altından xətt çəkəcək siyasi sahədə baş vermiş dəyişiklik. Bilirik ki, Stalin dövrü idi, totalitar və avtoritar rejimin yaradılması dövrü idi. Bəli, əlbəttə tək partiyalı sistem yaradılmışdı, tək partiyalı sistem mövcud idi. Xüsusi sahibkarlığa son qoyulması məsələsi bu iqtisadi sahə ilə olan bir məsələ idi. Düzdür, kollektivləşdirmə dövründə xüsusi sahibkarlar, qolçomaqlar bir sinif kimi məhv edilsə də, sadəcə bu tamamilə deyil, həm də bu iqtisadi sahədə olan tədbir idi. Ali hakimiyyət orqanı Sovetlərin ləğv edilməsi, xeyr, Sovetlər mövcud olacaq 90-cı illərə qədər yaradılması olsaydı götürərdi, çünki bu Azərbaycan SSR-nin ikinci konstitusiyasına əsasən yaradılmışdı. 2 çıxdıq, 3 çıxdıq bütün variantlardan. Əks-inqilabçılığa qarşı terror fövqəladə komissiyanın yaradılması da bu siyasi məsələ hesab olunmur, lakin mövcud idi o dövrdə. Lakin ZSFSR-in ləğv edilməsi, bəli, bu deməli SSR-nin qalib gəlmiş sosializm, yəni Stalin konstitusiyasına əsasən 36-cı ildə ləğv edilir və bundan sonra ZSFSR-ə daxil olan dövlətlər hər biri müstəqil şəkildə Azərbaycan SSR, Gürcüstan SSR və Ermənistan SSR özləri müstəqil şəkildə SSR-nin tərkibinə daxil olur. Doğru variant 1, 5 cavabımız olacaq C variantı. Növbəti sualımız. Həm Ərəb xilafəti, həm də Bizans dövləti ilə diplomatik əlaqələr yaratmış hökmdarlar. Moğol xaqanının dövründə biz bilirik ki, belə bir məqam olmamışdı. 1-ci Göytürk dövlətində ümumiyyətlə ərəblər yox idi. Bizansla əlaqələr ümumiyyətlə olmayıbdı. Bir ixtisar olundu. Xlodvikin dövründə də biz belə bir məqama rast gəlməmişik, ümumiyyətlə aid deyil. Lakin Cavanşirin dövründə Bizans imperatoru ilə əlaqələr qurmuşdu. Hansı dövlətə qarşı? Ərəblərə qarşı. Və eyni zamanda Cavanşir 667-70-ci illərdə Xəlifə Muaviyyə ilə də görüşüb, onunla da diplomatik əlaqələr yaradıb və ərəblərin asılılığını qəbul etmişdi. Eyni zamanda Böyük Karlın özü də həm Ərəb xilafəti ilə, həm də Bizansla diplomatik əlaqələr yaratmışdı. Attila isə ümumiyyətlə tamamilə başqa bir dövrdə yaşamışdı. Yəni heç o dövrdə Ərəb dövləti mövcud deyildi. Doğru cavabımız olacaq 3, 4.
Növbəti sualımız gəlir Çin eramızdan əvvəl 1-ci əsr, eramızdan əvvəl 1-ci əsr aiddir. Yeni sülalənin hakimiyyətə gəlməsi iki sülalə keçirik qədim dövrdə. Sin sülaləsi və Xan sülaləsi hər ikisi də eramızdan əvvəl 3-cü əsrin ikinci yarısında hakimiyyətə gəlib çıxdı. İlk yazının yaranması ilə dövlətin yaranması ilə bağlıdır. Yəni 2-ci minilliyə aid olacaq deyə ümumiyyətlə götürmürük. Konfutsi təlimi eramızdan əvvəl 6-cı əsr aid olduğuna görə ixtisar olunur. Bəli, cavabımız olacaq Qərbi Hun dövlətinə son qoyulması. Çinlilər eramızdan əvvəl 58-ci ildə Böyük Hun dövlətini iki hissəyə parçalayır. Qərb Hunlarına rəhbərlik edən Çiçi Tanhunu isə eramızdan əvvəl 36-cı ildə hakimiyyətdən uzaqlaşdırmaqla Qərb Hunlarına son qoyacaq. Qırmızı qaşlılar üsyanı isə bizim eranın 1-ci əsrinə aid olduğuna görə götürmürük. Doğru variantımız olacaq D variantı. Növbəti sualımız gələcək. 20-ci əsrin əvvəllərində Azərbaycan iqtisadiyyatı üçün xarakterik idi. Neftin çıxarılmasında, bax, xatırladım ki, qəbul sualıdır. Yəni, qəbul tipli sualdır. Neftin çıxarılması daha çox xırda və orta müəssisələrin əlində cəmləşirdi. Xeyr, 20-ci əsrin əvvəllərində baş vermiş dünya iqtisadi böhranının nəticəsində bu prosesin əksi baş vermişdi. Yəni, əksinə, xırda və orta müəssisələr demək ki, öz fəaliyyətini dayandırmışdı. Onlar iri müəssisələrin tərkibinə daxil olmuşdu və bu da adlanır nə? Təmərküzləşmə prosesi. Yəni, tamamilə yanlış variantdır. Muzlu əməkdən istifadə edilən ilk ipəkçilik təsərrüfatı yaradılacaq bilirik ki, 1861-ci ildə Nuxada, Şəkidə söhbət yaradılmasından gedir deyə götürmürük. Lakin mövcudluğu olsa götürərdik. İlk neft kəmərinin işə düşməsi 70-ci illərin sonlarıdır. Ona görə bu da 20-ci əsrin əvvəlinə düşmür, ixtisar edirik. Neft mədənlərində buxar mühərriklərinin tətbiq edilməyə başlanılması da 70-ci illərə aid olduğuna görə bizim aid deyil bu variant. Lakin ipək sənayesində vurğuladığım bu məqamdır. Kapitalın böyük bir hissəsi milli burjuaziyaya məxsus idi. Biz bilirik ki, həqiqətən də milli burjuaziya yüngül və yeyinti sənayesində çəkisi yüksək idi. Ona görə götürəcəyik Y variantını. Növbəti sualımız gəlir. 37-ci sual. 19-cu əsrin ikinci yarısında müəllimlər seminariyasının fəaliyyət göstərdiyi Azərbaycan şəhəri, biz bilirik ki, bu İrəvan şəhəri idi. 1881-ci ildə müəllimlər seminariyası fəaliyyətə başlamışdı. İrəvan Göyçə gölündən deməli qərb tərəfdə yerləşir. Bəli, doğru cavabımız olacaq 2 C variantı. 14-cü əsrdə İngiltərənin idarə edilməsində baş vermiş dəyişiklik. Vahid Kral Məhkəməsi 2-ci Henri Xalqlı bu 12-ci əsrə ixtisar olundu. Mütləq monarxiyanın yaranması prosesi Al-Qızılgil müharibəsi nəticəsində olmuşdu 7-ci Henrikin dövründə, yəni 15-ci əsrə aid ixtisar edirik. Kral vergiləri parlamentin razılığı ilə təyin etməyə başlamışdı. Ümumiyyətlə bu 17-ci əsrə aid olan məqamda çıxdı. İlk parlament yaradılacaq 1265-ci ildə bu da ixtisar olundu. Parlament qanunların verilməsində iştirak etmə hüququnu qazanacaq 14-cü əsrdə. Doğru variantımız Y variantı. Növbəti sual 44 günlük vətən müharibəsi ilə bağlı sualdır və çox diqqətli olmaq lazımdır. Laçın rayon mərkəzinin işğaldan azad edilməsi. Baxın, 44 günlük müharibə nəticəsində Laçının bir sıra kəndləri işğaldan azad olunsa da, Laçın rayon mərkəzi atəşgah elan olunduqdan sonra işğaldan azad olunmuşdu. Yəni, birgə bəyanata əsasən, yəni heç bir güllə atılmadan azad olunmuş ərazilərdən biri Laçın, Kəlbəcər və Ağdam olmuşdu. Yəni, müharibə dövrünə aid deyil. Ağdərə şəhərinin qanunsuz terrorçu qruplaşmalardan təmizlənməsi bu lokal antiterror əməliyyatı nəticəsində idi. Deməli, 2023-cü ilin sentyabrına aiddir. Bu da vətən müharibəsinə aid deyil. Lələtəpə yüksəkliyini nəzarətə götürməklə Cocuq Mərcanlı kəndinin təhlükəsizliyinin təminat altına alınması isə 2016-cı ilin aprel döyüşləri nəticəsində olduğuna görə 1, 2, 3 variantlar bizə aid deyil. 4, 5-ci variantlar isə bəli, vətən müharibəsi dövründə baş vermişdi. Doğru variant olacaq C variantı. Komendantlıq dövründə Cənubi Qafqazda sosial-iqtisadi sahədə baş vermiş dəyişikliklər, bu da qəbul tipli sualdır. Daxili gömrük rüsumu tətbiq edilməyə başlandı. Daxili gömrük rüsumunun tətbiq edilməsi komendantlıq dövründən də əvvəl olmuşdu. Yəni, gömrük rüsumu ümumiyyətlə hər bir dövrdə gömrük rüsumu olub. Bu yanlış variantdır. Xanabad manufakturasının açılması nə vaxta aid olacaq? 1827-ci ilə aiddir. Bəli, bu sosial-iqtisadi sahədə baş vermiş hadisə olduğuna görə götürürük. Avropadan gətirilən mallara yüksək gömrük haqqı tətbiq edildi. Nə zaman Avropadan gətirilən mallara yüksək gömrük haqqı tətbiq ediləcək? Komendantlıq dövründə 2 ticarət islahatı keçirilib. Biri güzəştli 1821-ci ildə,
Burada Rus malları dövriyyədə artıq öz çəkisini itirdiyinə görə, ona görə Ruslar belə bir qərar verir ki, daha doğrusu ikinci ticarət nizamnaməsi qəbul edilir. Adlanır yeni ticarət nizamnaməsi 1831-ci il ticarət nizamnaməsinə aiddir ki, yüksək gömrük haqqı qoyur və bundan sonra Rus malları daha çox satılmağa başlayacaq. 3. Kəndli qrupların ləğv olunması, xatırlayırsınızsa, bu 1846-cı ilin verilən 6 dekabr reskriptinə aid idi ki, bütün kəndlilər mülkədar tabelisi adlandırılırdı. Dövlət kəndlilərin köçmə hüququnun ləğvi isə komendantlıq ləğv olunandan sonra olacaq 1853-cü ilə. Yəni 4-də, 5-də bunlar 1800 komendantlıq ləğv olunandan sonradır. Bu isə bundan əvvəldir. Doğru cavabımız olacaq 23, cavab C variantı. Doğru variantı axtarıq növbəti sualda. Şirvanşahlar dövləti məziyyətlərin hakimiyyəti illərində bilirik ki, dövlət yaranandan 861-ci ildən 1027-ci ilə qədər məziyyətlərin hakimiyyəti altında olubdur. Sacilər dövlətinin hakimiyyətini qəbul etməsi isə Sacilər dövləti 9-cu əsrdən 898-dən 941-ə qədər mövcud olduğuna görə bəli, məziyyətləri tabe etmişdi. Atabəylər dövləti yarananda artıq burada Kəsranilər sülaləsi hakimiyyətdə idi, ixtisar olunur. Şirvan hakimi Şəhriyar ərəblərin yürüşü zamanı onlarla müqavilə bağlamışdı. Gəlin baxaq görək, ərəblərin yürüşü nə zaman olmuşdu? Uşaqlar, ərəblərin yürüşü vaxtı ümumiyyətlə bilin ki, ümumiyyətlə Şirvanşahlar dövləti mövcud deyildi. Çünki ərəb xilafətinin parçalanması və zəifləməsi nəticəsində yaranmışdı. 1-ə yazacağıq A. Kəsranilər sülaləsi 1027-dən 1382-ci ilə qədər hakimiyyətdə olmuşdu. Teymurilər dövləti ilə müttəfiqlik bilirik ki, İbrahim Dərbəndəyə aid idi. O da ki, Dərbəndlər sülaləsinin nümayəndəsi idi, ixtisar olunur. Səlcuqlara xərac verməkdən imtina ediləcək. Bəli, 3-cü Məncöbrün dövründə aiddir. Bunu götürəcəyik, yəni aid olacaq 12-ci əsrə B variantı. Cəlalilər dövlətinin hakimiyyətini qəbul edəcək 1367-ci ildə. Burada isə yenə də artıq bəli, Cəlalilər dövlətinin hakimiyyətini qəbul etməsi də bu yenə Kəsranilərin dövrünə düşür. Çünki Dərbəndlər sülaləsi 1382-ci ildə hakimiyyətə gəlmişdi. Doğru cavabımız olacaq, deməli, 1-də olacaq A, 2-də olacaq Səlcuqlara xərac verməkdən imtina edir. B, C. A, B, C, D variantıdır. Növbəti sualımız gəlir Şah Təhmasibin cədvəldə adı verilən hökmdarlarla ümumi cəhəti, yəni yeni tipli suallardan biridir. Məlik Şahla Təhmasibin ortaq xüsusiyyətlərini müəyyən edirik. Toplarla təchiz edilmiş daimi nizami qoşun Səfəvlərdə Təhmasibə deyil, 1-ci Abbasa aiddir, çıxdıq. Paytaxtın dəyişdirilməsi Məlik Şah paytaxtı İsfahana köçürmüşdü, Təhmasib isə Qəzvinə köçürəcək 1555-ci ildə. B variantı ortaq cəhətdir. Tacirlərin bəzi rüsumlardan azad edilməsi bu həm Məlik Şahın dövrünə aiddir və eyni zamanda da Şah Təhmasibin dövründə də tamğa vergisinin ləğv edilməsi ilə tacirlər bəzi vergilərdən azad edilmişdi. Birinci variantımıza gedəcək B, C. Həsən Padşahla Təhmasibin ortaq cəhəti Böyük Moğol dövləti ilə ümumiyyətlə nə Həsən Padşahın, nə də Təhmasibin heç bir əlaqəsi olmayıb. Osmanlı dövləti ilə müharibələrin aparılması Təhmasibin dövründə Şah Sultan Süleymanla, Həsən Padşah isə 2-ci Mehmedlə müharibələr aparmışdı. Doğru variantdır. Teymurlərin Azərbaycandan çıxarılması. Teymurlərin Azərbaycandan